Mətnə əsasən yanlış fikirdir. A bəndi. İmamverdi Gülpərinin atasıdır. Deməli, mətnə nəzər yetirək. Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə də hər gün ata və qız arasında bu barədə qovğa, yəni dava vardı burada. Ata və qız ifadəsindən istifadə edilmişdir. Yəni, buna əsasən də İmamverdi babanın Gülpərinin atası olduğu fikrinə gələ bilərik. Deməli, A doğrudur. B bəndi. Əmraslanın niyyəti Nurəddinin var dövlətinə sahib olmaq idi. Bəli. Deməli, Əmraslanın Nurəddin, o əlində tutduğun budağın başında görünə çox gilas var. Çıx o şahsındır, eləcə evimizə aparaq. Yəni, burada niyyəti oydu ki, ağacın başına çıxsın və ağac qırılsın, Nurəddin yerə düşsün və ona bir şey olsun, yəni o həlak olsun və onun var dövlətinə sahib olsun. Deməli, Əmraslanın niyyətinin Nurəddinin var dövlətinə sahib olması fikrində doğru qəbul eləyəcək. Yəni, bu doğru fikirdir. C bəndi. Nurəddin Əmraslanın əsl niyyətinin nə olduğunu anlamırdı. Deməli, deyir ki, Nurəddin Əmraslanın bu səfər deməsinə və gülməsinə təəccüb etdisə də onun fikrini anlamadı. Yəni, bu səfər sənə bir şey olmadı, növbət dəfələrdə nəsə bir şey edəcəyəm mənasında işlətmişdi bu sözü. Ancaq Nurəddin bunu anlamırdı. Bu fikir də doğrudur. D bəndi. Nurəddin Gülpərini çox sevdiyi üçün onun yanına getmək istəyirdi. Bu fikir yanlışdır. Çünki bayaq qeyd etdiyimiz kimi İmamverdi baba ilə Gülpəri arasında qavğa vardı. Yəni, onlar dava edirdilər. Bu isə deyir, Nurəddinə pis təsir edirdi. Axırda bu vəziyyətdən çıxmaq üçün Nurəddin deyir ki, baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. Onun yanında olanda nə olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm. Yəni, bir növ o problemi aradan qaldırmaq üçün Nurəddin Gülpərinin yanına getməyə razı olur və bunu İmamverdi babaya bildirir. Bu, Gülpərini çox sevməsindən irəli gələn bir şey deyildi. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə ad verin. A bəndi sonrakı peşmançılıq. Ümumiyyətcə, mətndə hər hansı bir peşmançılıqdan söhbət getmir. B bəndi gizli niyyət. Bəli, burada Gülpərinin gizli niyyəti var idi. Deməli, Gülpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmraslana söylədi və ondan bu işə çarə istədi. Yəni, buna əsasən biz mətnə gizli niyyət adını verə bilərik. C bəndi qayğısız qadın. Yəni, ümumiyyətcə, mətnə ad kimi verilə bilməz təbii ki. D bəndi dənizdə bir gün, mətndə dənizdən söhbət getmirdi. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Biri mətnin giriş hissəsinə aiddir. A bəndi. Nurəddin gilas ağacından yıxılır. Deməli, deyir ki, ağacın başına çatdıqda budaq şaqqıltı ilə sınıb yerə düşdü. Yəni, göründüyü kimi biz bunu giriş hissə götürə bilmərik. Əsərin sonuna doğrudur, yəni mətnin sonuna doğrudur. B bəndi. Gülpəri Nurəddinin dövləti barədə gizli fikrini Əmraslana deyir. Deməli, Nurəddin dövləti barədə bəslədiyi gizli fikri açıb Əmraslana söylədi. Bu da əsas hissədə öz əksini tapmışdır. C bəndi. Gülpəri Nurəddini öz yanına aparmaq istəyir. Gülpəri ərə gedəndə öz razılığı və Nurəddinin razılığı ilə onu atasının yanında qoymuşdu. Amma indi nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi. Deməli, bu fikir mətnin giriş hissəsində öz əksini tapmışdır. D bəndi. Nurəddin Əmraslanla bağa gedir. Deməli, bir dəfə Əmraslan Nurəddini götürüb bağına gəzməyə apardı. Bu da göründüyü kimi mətnin əsas hissəsindən götürülmüşdür. Deməli, düzgün cavabımız C bəndi olacaq. Obrazlarla bağlı uyğunluğu müəyyən edin. Safdır, hadisələri analiz edə bilmir. Mətnin sonuncu cümləsindən də Nurəddinin saf olduğunu görə bilərik. Deməli, Nurəddin Əmraslanın bu səfər deməsinə və gülməsinə təəccüb etdisə də onun fikrini anlamadı. Deməli, 1-ə uyğun gələcək A. 2. Yanında olan insanı qorumağa çalışır. Deməli, İmamverdi baba Gülpərinin Nurəddini özü ilə aparmasına razı olmurdu. Çünki bilirdi ki, Gülpəri
yaxşı insan deyil. O Nurəddinə zərər verə bilər. Ona görə də deməli Nurəddini qorumağa çalışırdı. Deməli 2-yə C olacaq. 3. Qəddar, acımasız insandır. Bu da Gülpəri olacaq. Nəyə əsasən bunu deyə bilərik? Deməli, deyir ki, Gülpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmrəslana söylədi və ondan bu işə çarə istədi. Yəni, onun ürəyindəki gizli niyyət Nurəddini aradan götürməklə onun var dövlətinə sahib olmaq idi. Deməli, 1A, 2C, 3B şəklində olacaq ki, bu da A bəndində öz əksini tapmışdır. Tünd hərflərlə verilmiş sözün kontekstə uyğun qarşılığının işləndiyi cümləni müəyyən edin. Deməli, tünd hərflərlə verilmiş sözümüz köçdü sözüdür. Kontekstə uyğun mənasını müəyyən eləyək. Deməli, Nurəddin də Əmraslanın evinə köçdü. Yəni, daşındı mənasında işlənmişdir. Biz daşındı sözü işlənən cümləni tapmalıyıq. Bildiyimiz kimi, məsələn, qarşılıq sözün yaxın mənalı, yəni sinonimini tapmağı bizdən tələb eləyir. Antonimi deməli götürə bilmərik. Deməli, Muxtar diksindi, sifətində bir qırmızılıq gəldi. Bu ola bilməz. Əziz Kəmalı anasına tapşırıb cəbhəyə getdi. Student xanımla vidalaşaraq 2 gündən sonra daşınacağını bildirdi. Burada deməli düzgün cavabımız olacaq. Debəndi, yarat sən olanda, öləndə ellər söyləsin, dünyadan nə gözəl bir insan gedir. Yəni, burada da göründüyü kimi köçdü sözünün qarşılığı işlənməmişdir. Sualımızın düzgün cavabı C bəndi olacaq. Kursivlə verilmiş cümlədə məna pozuntusu yaradan sözü müəyyən edib cavab kağızına yazın. Kursivlə verilən cümləmiz bu sözlərdən Nurəddin qeyrətə gəlib aşağı dırmaşdı cümləsidir. Deməli, mətnin ümumi məzmununa baxdığımız zaman görürük ki, Nurəddin ağacın başına çıxır. Yəni, burada dırmaşdı sözünü götürə bilmərik. Dırmaşmaq aydın məsələdir ki, yuxarı dırmaşmaq olar. Deməli, burada məna pozuntusu yaradan söz aşağı sözdür. Aşağı yerinə yuxarı olması lazım idi. Biz aşağı sözünü cavab kağızına qeyd etməliydik. İndi dırmaşdı sözünü bayaq dediyimiz kimi burada doğru qəbul edə bilmərik. Niyə? Çünki mətnin ümumi məzmununa və özünün əvvəl və sonraki hissələrə baxdığımız zaman deməli Nurəddinin ağacın başına çıxmasından söhbət gedir. Yəni, ona görə də biz burada dırmaşdı sözünü götürüb deməli bu sözlərdən Nurəddin qeyrətə gəlib aşağı endi formasına düşünə bilmərik. Ona görə ancaq düzgün cavab aşağı cavabı olacaq. Getməyəcəyik feili ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi birinci şəxsin cəmindədir. Deməli, buradakı ilk şəxs onluğudur. Yəni, biz getməyəcəyik. Bu doğru fikirdir. B bəndi gələcək zamanda işlənmişdir. Deməli, buradakı bu acaq, əcək şəkilçisi gələcək zaman şəkilçisidir. Bu da doğrudur. C bəndi bitişdirici samit işlənmişdir. Deməli, get sözün kökü mə inkarlıq şəkilçisi, y isə nədir? Bitişdirici samitdir. Bu da doğrudur. D bəndi fiilin təsdiq formasındadır. Təsdiq yox, inkar formasındadır. Çünki mamə inkarlıq şəkilçisi işlənmişdir. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı sözə etmək köməkçi feilini artırmaqla mürəkkəb feil düzəltmək olmaz? Deməli, xahiş etmək olar, mübahisə etmək olar, cəhd etmək olar, nail etmək təbii ki olmaz, nail olmaq olar. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədə sayın yazılışından sonra səhvə yol verilmişdir? A bəndi 10-cu sıra boş idi. Deməli, 10 sayı ərəb rəqəmi ilə yazıldıqdan sonra buradakı 10 yazıla bilməz. Deməli, burada sayın yazılışında səhvə yol verilmişdir. B bəndi 5-də 3 sayını deməli, kəsir şəklində 5-də 3 kimi ifadə etmək olar. Doğrudur. C bəndi 19-cu əsrdə ədəbiyyatımızda bir çox dəyişikliklər oldu. Deməli, Rum rəqəmlərindən sonra bildiyimiz kimi şəkilçi yazılmaz. Burada da yazılmayıb, problem yoxdur.
D bəndi birinci sinif şagirdləri həyəcanlı idilər. Bildiyimiz kimi sıra sayları hərflərlə də yazıla bilər. Bu da doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı cərgədəki sözlərin hər ikisi sifətin eyni dərəcəsindədir? A bəndi kəmsavad və kəmşirin sözləri verilmişdir. Kəmşirin sözü deməli sifətin azaltma dərəcəsidir. Ancaq kəmsavad sözündəki bu savad sözü nitq hissəsi olaraq isim olduğuna görə deməli biz kəmsavad sözünə azaltma dərəcəsi deyə bilmərik. B bəndində balaca sözü adi, körpəcə isə çoxaltma dərəcəsindədir. C bəndində açıq-aşkar. Ümumiyyətcə yadımıza saxlamamız lazımdır ki, açıq və tünd sözlərindən sonra mütləq rəng bildirən sifət gəlməlidir ki, o sifətin müqayisə dərəcəsi anlayışını meydana çıxartsın. Deməli, açıq-aşkar sözünə biz azaltma dərəcəli sifət deyə bilmərik, amma açıq qırmızı isə azaltma dərəcəsindədir. D bəndində dümağ çoxaltma dərəcəsidir, ağappaq çoxaltma dərəcəsidir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədə əlamət bildirən sifət işlənmişdir? A bəndi. Nəsrəddin Tusi Şərqin ən böyük alimlərindən biri olmuşdur. Deməli, böyük alim ifadəsindəki böyük sözü keyfiyyət bildirir. B bəndi. Son vaxtlar onlar arasında soyuq münasibət yaranmışdır. Buradakı soyuq sifəti də deməli keyfiyyət bildirir. C bəndi. Siz çox səbirli adamsınız. Deməli, səbirli adam nümunəsindəki səbirli sözdə keyfiyyət bildirir. D bəndi. Tünd qırmızı lenti saçlarına xüsusi gözəllik verirdi. Burada tünd qırmızı lentdə tünd qırmızı rəng bildirir. Bu isə əlamətdir. Deməli, sualımızın düzgün cavabı olacaq D bəndi. Quru sözü hansı cümlədə məcazi mənada işlənmişdir? Deməli, Mahmud quru ot ələf yığılmış çardağın altına girdi. Quru ot ələf burada deməli işlənmişdir həqiqi mənada. B bəndi. Gəldiyev quru və tələbkar bir sifət aldı. Quru sifət. Deməli, artıq burada təbii ki, məcazi mənadan söhbət gedir. C bəndi. Onların bir neçəsi meşəyə gedib, quru ağac qabıqlarından, çalıdan, çırpıdan yığıb gətirdilər. Quru ağac qabığı. Deməli, bu həqiqi mənadır. Heç yata bilməzdin ipək yataqda, bəs necə dincəldin quru torpaqda. Quru torpaqda da deməli quru sözü həqiqi mənada işlənmişdir. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı cümlədə köməkçi nitq hissəsi işlənmişdir? Bildiyimiz kimi köməkçi nitq hissələri yalnız qrammatik mənaya malik olur və suala cavab vermir. A bəndi. Dərsdən sonra proqramı müzakirə etdik. Buradakı sonra sözü qoşmadır. Köməkçi nitq hissəsidir. Deməli, sualımızın düzgün cavabı A olacaq. B bəndi. Bizim hamımız razılığa gəldik. Deməli, burada köməkçi nitq hissəsi yoxdur. C bəndi. Havalar soyuq keçir, qar yağırdı. Burada da yalnız qrammatik mənaya malik olan söz, yəni köməkçi nitq hissəsi yoxdur. D bəndi. Aramsız yağış çobanı əldən salmışdı. Burada da köməkçi nitq hissəsi yoxdur. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. A bəndi. İsrarlı. Dediyindən dönməyən, təkid edən, bəli, düzgün fikirdir. B bəndi. Ehtimal. Kiməsə etibar etmək, inam, inanma. Bu, etimad sözünün deməli mənasıdır. Ehtimal isə yəni nəzəriyyə mənasında nə isə ehtimal etmək, olacağını ehtimal etmək. Deməli, B bəndi yanlışdır. C bəndi. Bədəvi. Səhrada yaşayan köçəri ərəbə bədəvi deyilir. Doğrudur. D bəndi. Qürub, gün batan vaxt. Bəli, deyirlər günün qürub vaxtı. Yəni, gün batan vaxtı mənasında sözdən istifadə edilir. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Ərik ağacı birləşməsindəki birinci sözlə bağlı doğru fikri müəyyən edin. Deməli, ərik ağacı birləşməsindəki ərik sözündə ki samitinin Y kimi tələffüz olunduğunu müəyyən etməliyik. Çünki ağac sözü saitlə başlanır. A bəndi. Deməli, doğru fikri tapmaq tələb olunur. İncə, açıq, dodaqlanan sait işlənmişdir. Deməli, ə və i saitləri var ki, bunların heç biri dodaqlanan deyil.
Deməli, A bəndi düzgün cavab ola bilməz. B bəndi cingiltili Y samitinin kar qarşılığı işlənmişdir. Y samitinin kar qarşılığı İ, yəni X bu səsdir. Gördüyümüz kimi ərik ağacında bu səs yoxdur. Deməli, bu da düzgün cavab deyil. C bəndi X, yəni İ samitinin cingiltili qarşılığı işlənmişdir. Bu Y səsidir. Gördüyümüz kimi ərik ağacındakı K samiti də Y kimi tələffüz olunur. Deməli, bu düzgün cavabdır. D bəndi hər iki samitin qarşılığı var. Deməli, buradakı Y samitinin qarşılığı var, ancaq R samitinin isə bildiyimiz kimi qarşılığı yoxdur. Ona görə də sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş nümunədə sayın hansı məna növü işlənmişdir? Az sözün inci dək mənası olmaz, çox sözün kərpic dək qiyməti olmaz. Deməli, az söz, çox söz. Buradakı az və çox sözləri saydır və bunlar qeyri-müəyyən miqdar saydır. Çünki konkret miqdar bildirmir. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı cərgədəki hər üç söz mənsubiyyət şəkilçisi qəbul etmişdir? Bildiyimiz kimi mənsubiyyət şəkilçili sözü tapmaq üçün yəlik hal şəkilçili sözdən istifadə edirik. Deməli, A bəndi kitabınız, sizin kitabınız, bəli, bu mənsubiyyət şəkilçisi qəbul etmişdir. Dostum, mənim dostum, bəli, evimiz, bizim evimiz, bəli. Deməli, buradakı sözlərin hamısı mənsubiyyət şəkilçisi qəbul etmişdir. B bəndində şagirdsiniz, kim? Siz. Gördüyümüz kimi siz əvəzliyində deməli, yəlik hal şəkilçisi yoxdur. Deməli, buradakı sınız olacaq şəxs sonluğu. Müəllimimiz, bizim müəllimimiz, bəli, burada mənsubiyyət var. Qələminiz, sizin qələminiz, bəli, deməli, iki söz də var, ancaq şagirdsiniz sözündə isə yoxdur. Ona görə düzgün cavab B ola bilməz. C bəndi, məqsədiniz, sizin məqsədiniz, bəli, burada mənsubiyyət şəkilçisi var. Tələbəsən, sən tələbəsən, bu şəxs sonluğudur. Kitabın, sənin kitabın. Bunda mənsubiyyət kimi düşünə bilərik. Deməli, tələbəsən sözünə görə C bəndi də düzgün cavab ola bilməz. D bəndi, məktəbiniz, sizin məktəbiniz mənsubiyyətdir. Binamız, bizim binamız mənsubiyyətdir. İnsanam, mən insanam. Deməli, burada insanam sözünə görə D bəndi də ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı cümlədə fərqləndirilmiş söz indiki zaman şəkilçisini qəbul etmişdir? A bəndi, isti yerlərdə əti saxlamaqdan ötürü duzlayır. Deməli, duz sözün kökü laleks şəkilçi, ır isə indiki zaman şəkilçisidir. Bildiyimiz kimi indiki zaman şəkilçisi ır, ir, ur, ür şəkilçisidir. B bəndi, payız fəsli olduğu üçün hava yaman bozarmışdı. Burada ar şəkilçisi var. Ar, ər bildiyimiz kimi gələcək zamandır. C bəndi, mən dərslərimi çoxdan hazırlamışam. Burada ır görünür, amma sözün kökünə daxildir. Hazırlamış. Deməli, burada mış, miş, muş, muş şəkilçisi var ki, bu da keçmiş zamandır. D bəndi, mən kitabları yeni rəfə düzdüm. Düz, düzdü, düzdüm. Burada d, di, du, du şəkilçisi var ki, bu da keçmiş zamanda. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Gəlməyirəm fe'linin yazılışında qəsdən səhvə yol verilmişdir. Bu fe'lin düzgün yazılış formasının cavab kağızına yazın. Deməli, inkarlı şəkilçisi olan mamə şəkilçisi fe'lin iki zamanında, gələcək zamanda, yəni ar, ər şəkilçili gələcək zamanda və indiki zamanda ır, ir, ur işlənərkən deməli, öz saitini itirir. Yəni, mamə üzərinə gəlinsin. Deməli, ır, ir, ur, ür, təbii ki, bunun yerinə ar, ərd ola bilər. Sait olduğuna görə bu düşür, qalır. Deməli, mır, mir, mur, mür, m, inkar, ır, zaman şəkilçisi olmuş olur. Deməli, gəlməyirəm fe'linin inkarda olması lazım idi. Gəlmirəm şəklində. Yəni, biz bu sözü, gəlmirəm sözünün cavab kağızına yazmalı idik. Hansı məlumata mətnin iki abzasında rast gəlmək mümkündür? A bəndi, Woodington quyusunun dərinliyi 392 metrdir. Biz bu məlumata mətnin həm birinci abzasında, həm də sonuncu abzasında rast gəlirik. Deməli, bu sualımızın düzgün cavabıdır.
B bəndi. Məsrəfləri azaltmaq üçün Woodington quyusunun tikintisi həbsxanadakı məhkumların köməyi ilə başlamışdır. Deməli, məsrəfləri azaltmaq üçün məhkumların köməyi ilə istifadə olunur. Bu, ancaq 3-cü abzasda öz əksini tapmışdır. Deməli, ancaq bir yerdədir. C bəndi. Quyu qazılarkən yeganə işıq mənbəyi şam olmuşdur. Ancaq, deməli, bu abzasda bu məlumata rast gəlirik. Yəni, bu 1, 2, 3, 4-cü abzas olur. Başqa abzasda bu məlumata rast gəlmirik. D bəndi. Torpağı səthə qaldırmaq üçün vedrə və iplərdən istifadə edilirdi. Bu da, deməli, mətnin 3-cü abzasındadır. Torpağı səthə qaldırmaq üçün vedrə və iplərdən istifadə olunurdu. Başqa bir abzasda bu məlumat yoxdur. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Mətnə əsasən Woodington quyusunun neçə ilə inşa edildiyini müəyyən edin. Deməli, quyunun inşasına 1858-ci ildə başlanmışdır və quyu 1862-ci ildə inşa edilmişdir. Yəni, inşası başa çatmışdır. Yəni, 58-də inşasına başlanılır, 62-ci ildə isə bitirsə, deməli, 1862-dən 1858-də çıxırıq, cavabımız olur 4 il. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Kursivlə verilmiş cümlədə hansı sözün qarşılığı işlənməmişdir? Kursivlə verilən cümləmiz, deməli, bu cümlədir. Yəni, məsrəfləri azaltmaq üçün Woodington quyusunun tikintisi həbsxanadakı məhkumların köməyi ilə başladı. Və buradakı qarşılıq sözünə bir daha yenidən nəzər salaq. Qarşılıq dediyimiz zaman sözlərin yaxın mənalı qarşılığı tələb olunur. Yəni, bu antonim demək deyil. Yəni, biz hər hansı bir sözün qarşılığını müəyyən edərkən onun antonimi tapınır. Həmin sözlə yaxın mənalı olan sözü müəyyən edirik. Deməli, A bəndində xərc verilibdir. Məsrəf sözü ilə xərc sözü nədir? Yaxın mənalıdır. B bəndində dustaq verilmişdir. Məhkum sözü ilə dustaq sözü, deməli, bir-birlə qarşılıq təşkil edir. C bəndində inşaat sözü verilmişdir. Mətndə, deməli, kursuna verilmiş cümlədə tikinti sözü var. Deməli, bunun da qarşılığı var. Qurtarmaq sözünün antonimi var. Başlamaq, qurtarmaq. Ancaq qarşılıq dediyimiz kimi antonimini tapmaq deyil. Yəni, o sözlə yaxın mənalı olan sözü tapmaqdır. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? A bəndi. Woodington şəhərindəki məktəb hansı məqsədlə tikilirdi? Deməli, 1858-ci ildə İngiltərənin Woodington şəhərində problemli gənclərin islahı üçün tikiləcək yeni məktəbin inşası üçün yeni planlar hazırlandı. Yəni, problemli gənclərin islahı, yəni problemli gəncləri tərbiyə etmək üçün bu məktəb tikilirdi. Bu, deməli, sualın düzgün cavabı, yəni mətndə var. B bəndi. Woodington quyusunun dərinliyinin neçə metr olması ehtimal edilirdi? Əvvəlcə divarları kərpiçlə üzlənəcək quyunun 122 metr dərinlikdə inşası planlaşdırılır. Deməli, bunun da cavabı var. C bəndi. Quyunu qazanların təslim olmamasının səbəbi nə idi? Bunun da cavabını tapa bilərik. Deməli, deyir ki, ancaq quyunu qazanlar təslim olmadılar. Çünki həyat mənbəyi sayılan su bu ərazi üçün son dərəcə zəruridir və ağır işlər artıq görülmüşdü. Deməli, burada təslim olunmasının səbəbi, iki səbəb göstərə bilərik. Yəni, bu ərazi üçün həyat mənbəyi olan su çox önəmli idi və ağır işlər də artıq görülmüşdü. Bunun da cavabı var. D bəndi. Woodington quyusu ilə yanaşı başqa hansı quyular texnika olmadan əllə qazılmışdır? Ümumiyyətcə, mətndə Woodington quyusundan başqa hər hansı başqa bir mətndən quyudan söhbət getmir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə əsasən hansı nəticəyə gəlmək olmaz? A bəndi. İnsan iradəsi ilə çətin işlərin öhdəsindən gələ bilər. Bəli, bu doğru fikirdir. Mətnin hansı hissələrinə əsasən bu fikrin doğruluğunu əsaslandıra bilərik. Əvvəlcə divarları kərpiçlə üzlənəcək quyunun 122 metr dərinlikdə inşası planlaşdırılırdı. Yəni, suyun 122 metr dərinlikdə olması ehtimal olunurdu. 2 il qazdıqdan sonra quyu yer səthinin 134 metrinə, yəni gözləniləndən 12 metrdə aşağı endilər, ancaq su tapılmadı.
Bundan sonra 4 istiqamətdə, yəni üfüqi şaxtaların qazılmasına qərar verildi. Lakin bu da istənilən nəticəni vermədi. Yəni bu qədər əziyyətdən sonra insanlar artıq fikirləşə bilərdilər ki, bəs su onsuz da çıxmayacaq. Ancaq quyunu qazanlar təslim olmadılar. Çünki həyat mənbəyi sayılan su bu ərazi üçün son dərəcə zəruridir və ağır işlər artıq görülmüşdür. Deməli, A bəndində ifadə olunan fikri buna əsasən doğru götürə bilərik. B bəndi. İngiltərə dövləti problemli uşaqların tərbiyəsi üçün bir sıra addımlar atmışdır. Doğru fikirdir. Deməli, 1858-ci ildə İngiltərə Woodington şəhərində problemli gənclərin islahı üçün tikiləcək yeni məktəbin inşası üçün yeni planlar hazırlandı. Yəni, bu məktəbdə problemli gənclər islah ediləcək, yəni onlara tərbiyə veriləcəkdir. C bəndi. Woodington quyusunun qazılmasında əsas məqsəd dünyanın ən dərin əllə qazılmış quyusu statusunu qazanmaq olmuşdur. Doğrudur. Bu quyu əllə qazılmış ən dərin quyudur. Ancaq bu quyu qazılarkən əsas niyyət bu statusu qazanmaq olmamışdır. Çünki mətnin ikinci abzasında deyilir ki, 1858-ci ildə İngiltərə Woodington şəhərində problemli gənclərin islahı üçün tikiləcək yeni məktəbin inşası üçün yeni planlar hazırlandı. Tikinti üçün su mənbəyi tələb olunurdu. Yəni, niyyət tikinti üçün su mənbəyini əldə etmək idi. Fərqli yerlərdən su çəkmək əlverişli olmadığından deməli quyu qazırlar. Buna əsasən deməli C bəndinin doğru olmadığını düşünə bilərik. D bəndi. Quyunun qazılmasında ustalar bir çox əziyyətlərə qatlaşmalı olmuşlar. Bəli. Deməli, deyir ki, quyu daha 2 il qazıldı. İnsanlar 24 saat işləyib, kərpic daşıyıb, divarlara döşədilər. Onlar havasız, dar tunellərdə işləyirdilər. Yeganə işıq mənbəyi şam idi. Eyni zamanda növbəti abzasda da görürük ki, onlar suyun səsini eşidəndən sonra, yəni hansı ki, torpaq qalxmağa başlayır, yuxarı qalxmaq üçün 45 dəqiqə vaxt sərf edirlər. Yəni, çox böyük çətinliklərlə üzləşirlər, çox böyük əziyyət hesabına bu quyunu ərsəyə gətirirlər, yəni qazırlar. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Cümləyə nəzər yetirək. Fərqli yerlərdən su çəkmək əlverişli olmadığından quyu qazılması qərara alınır. Deməli, bu və bu məzmunda olan ifadələr sualımızın düzgün cavabı hesab ediləcək.